Herkese selamlar dostlar. Bugün sizlerle birlikte bomba bir videoyla karşınızdayız. Gördüğünüz gibi burada komandalar var. Qarabağın sonraki 5 maçını Bəli dostlar. Bugün sizlerle birlikte Qarabağın hesablarını təxmin eləyəcəyik. 5 oyununu hesabına təxmin eləyəcəyik. Bu mənim vərəqim. Bu nədir? Bu da Faiqin vərəqi. İndi isə başlayırıq. Burada gördüyünüz kimi Qarabağın rəqibləri var. Belə sonraki oyunları göstərən bir saytdır. Adı Flashcore-dur. Flashcore.com. İzləməyi unutmayın. Bəli, indi hazırsansa təxmin eləməyə başlayaq. Mən hazıram. İndi ilk oyun Qarabağ Karvan və dostlar, bunu da demək istəyirəm ki, oyun şu anda başlayır. Bəli, bir dəqiqəyə. İndi başlayır. Oyun start götürəcək. Biz video qutarsın, baxacaq oyuna. Biz Qarabağda deyə Qarabağda istədiləcəyik. Bəli. İndi Qarabağ Karvan oyununun təxminini yaz. Sən də. Mən də yazacağım. Çox böyük hiss eləyirəm. Yazdım. Düşünmək lazımdır. Sən də bir dənə düşün. Görəsən hansımızın təxminləri doğru tutacaq? Dostlar, oyunların hamısı bitdikdən sonra deyəsən yanvarın 5-dən sonra bitir. Bir daha da video çəkərik və indi də sonuçlarımız düzmü çıxıb, səhv mi çıxıb? Yanvarın 29-unda qutarıq. Qarabağ Liverpool'la 29 oynayacaq. Tamam. Bəli, mən təxminini yazdım. Sən yazdın. Mən də yazdım. Onu göstərək. 3-1 deyirəm dostlar mən. Mən Qarabağ Karvan 4-0 deyirəm, Qarabağ udar. 4-0. Sən ağır saçmaladın bu arada. Yox, mən böyük təxmin. Neysə. O biraz fantastik olar, amma Karvanı da elə skorla udmağımız təbii ki normaldır. Çünki Karvan çox zəif komandadır. Neysə, Qarabağ və bu da qeyd edək ki, Azərbaycan kubokudur. Azərbaycan kubokunda deyəsən 8-də bir finalda Qarabağ və Karvan oyunu başlayacaq. Şu anda deyəsən oyun başlayıb. Bəli, başlayıb. Hakim fiti çaldı. Bir dəqiqə. Burada yox, hələ başlamayıb. Yəni başlayıb 0-0-da. Baxın, burada canlı göstərir. Mən bayaq da dediyim kimi, bu bir reklam deyildir. Flashcore.com. Pulsuz qeydiyyatdan keçə bilərsiniz. İstədiyiniz cür futbollara baxa bilərsiniz. Dünyadakı bütün liqalar göstərir. Bəli, indi ikinci oyunumuz Qarabağ Zirədir. İndi Qarabağ və Zirə oyununun təxminini yazmaq lazımdır. Düzəltdim. İndi düşünəcəm biraz. Mən düşünüm. Çox iddialı. Zirə məncə asan komandadır. Mən yazıram. Asan, şübhəli. Dostlar. Mən deyirəm 3-0. Mən deyirəm 3-2. Niyə də 3-0 olmasın? Niyə bəs yaxşı Karvan oyunu 4-0 olmasın? Zirə asan deyirsən Karvanı çəkinirsən. Yox. Neysə. Bu arada 2 dəqiqə keçib və hələ də qol olmayıb. Düz deyir. Qarabağ Ajax. Dostlar, Çempionlar Liqasına giriş edirik. Çempionlar Liqasına giriş edirik və Çempionlar Liqasındakı azərkeşlərə heç diqqət vermisinizmi? Bilmirəm. Çempionlar Liqasında Qarabağın azərkeşləri, yəni Tofiq Bəhramov adına Respublika stadionu dolu Çempionlar Liqasında. Mən bu arada Bakıda olan 2 dənə Çempionlar Liqası oyununa Kopenhagendən Chelsea oyunu getmişəm. Bəli. Amma necə deyim? Belə liqa oyunlarında o qədər də azərkeşlərimiz olmur. Məsələn, Napoleonda 1100 nəfər bilet almışdı Azərbaycanlı. Bəli. Deyəsən biz getmişdik Qarabağ və Sumqayıt oyunu 4-2 idi. Biz getdikdən sonra da Qarabağ azərkeşlərinə Napoli Qarabağ oyunu üçün bilet paylayıblar. Qaçırmışıq. Neysə, başlayaq. İlk öncəliklə təbii ki Qarabağ və Ajax oyununda Qarabağa uğurlarımızı bildirmək istəyirik. İnşallah qələbə bizimlə olacaq. Tamam, Qarabağ Ajax oyunu. Bəli, Qarabağın son 3 Çempionlar Liqası rəqibi qalıb Ajax, Frankfurt və Liverpool. İndi biz başlayırıq Ajax'ı təxmin etməyə. Mən fikirləşdim.
Mən də fikirləşdim və rahat 3, yazdım. 2, 1. 2-0. 3-1. 2-0. 3-1. Məncə mən düşünürəm ki, heç gol yeməyəcəyik və Kuchalski Məncə penaldan vuracaqlar. Məncə penaldan vuracaqlar. Penaldan? Hə. Bir dəfə də vurmuşdular, 3-0 uduzmuşduq. Dedim salma mən. Nəysə. İndi Qarabağ Frankfurt. İndi isə dostlar, Qarabağ Frankfurt. Frankfurt çətindir, Qalatasaray 5 Tofiq vurmuşlar. Bəhramovda oynanılacaq. Yox, Tofiq Bəhramov da Ajax-da. Hə, yox, düzdür. Hə. Hə. İnşallah qələbə qazanarıq. Bu arada 4-cü dəqiqədə və hələ də gol vurmayıblar. Heç bir komanda gol vurmayıb. Bəli, indi Qarabağ Frankfurt oyununda Təxmin. Frankfurtu indi Qalatasaraya 5-1 udub deyə bizim üçün biraz oyun çətin olacaq. Məncə bu oyun. Məncə Amma uda bilər, çünki biz Chelsea unutmuşuq. düşünürəm. Mən vallahi bir daha çox çəkişməli bir Mən təxmin edəcəm. oyun. Görürsən bərabər elədiyimiz olacaq. Mən tapım. 3, 2, 1, 2, 3-2. Majolar aşağı. Niyə də yox? Niyə də yox? Nəysə. 3-2 ola 2-1 bilər. dedim mən. Dostlar, bəlkə də Qarabağ, oynadığımız ən çətin oyun olacaq Çempionlar Liqasında və tarixdə. Amma ən çətin olmayabilir, çünki Liverpool sezonu çox pis başlayıb. Bəli dostlar, Arne Slot inşallah bu oyuncular zədələnər. qovulmaz. İnşallah Arne Slot qovulmaz. Niyə? Arne- Arne lap yaxşı. Arne Slot çox pisdir. Belə də qalsın da ya. Pisdir. Aa, Niyə? PSV 4-1 uduzmadılar. Odustu. Ha, ona görə. Arne Slot qalsın. Arne Slot qalsın. İstək, arzu. Sarsızlıq. Və bir neçə oyuncuları da sakat olsa bəlkə çox Neyse, nadir təxmin olar edək. ki qazanaq, amma mən indi öz təxminimi Mən buraya də. yazacağam. Məncə çox çəkişməli bir oyun olacaq. Bu arada Qarabağ Liverpool oyunu xarici olacaq İngiltərədə. Anfield stadionunda. Mən 2-dən cavab yazacağam çünki əmin olmadığım var. Niyə? Hazırsan? Aha. 1, 2, 3. 2-1. 2-2 ya da 1-1 dedim mən. 2-1, 2-1. 2-1. Kimi Qarabağ verirlər? udacaq, Qarabağ. Qarabağ udacaq. Əslində o da ola Qarabağ bilər. məncə hamısını da udacaq. Niyə də olmasın? Niyə də olmasın? İstək. Bəlkə də 2-1 həqiqətən də ola bilər. Mənim də ağlımda elə bir skor var, amma indi bunu yazdım. Bəli. Dostlar, bizim fikrimizcə Oyunlar belə qurtaracaq. oyunlar ya 3-dən ikisi qələbə olacaq, ya da 3-ü də qələbə olacaq. Belə, yəni 3-ü də qələbə olsa 9 haldan neçə puanımız olacaq? 16 hal ilk 24-yə Bir də girəcəyik. ən azı 12 xal lazımdır bizə. Ya da ki 14 İlk hal hal var. yığacağıq və yenə də Mən girəcəyik. sonraki rəqiblər çox asandır. Dostlar, 11 xal olsaq belə yaxşı olar, amma oje burada averajla da keçməliyik. Bəli. Yəni nə qədər qol Sonrası atdıq. problem ola bilər. O bizə bəli problem ola bilər. Amma hardasa 2 də oyunumuzu qazansaq, bilirik ki, artıq Qarabağ Çempionlar Liqasında ilk dəfə son 16-ya yoxsa play-off'a deyəsən. Yox, son 16. Playoff. Daha doğrusu playoff 8-də 1, 8-də 1-də gələ 8-ci olmasın. Nəysə, bizim videomuz bu qədər idi. Hesab təxminlərimiz bu idi. Hesab təxminlərimiz dostlar, mən Qarabağ 3-1 Karvan oyunu. Mən yazmışam Qarabağ Karvan 3-1, Qarabağ Zirə 3-0, Qarabağ Ajax 2-0 Qarabağ xeyrinə, Qarabağ Frankfurt 3-2 Qarabağ xeyrinə, Qarabağ Liverpool 2-2 ya da 1-1, amma 2-1 də ola bilər Qarabağ xeyrinə. Yaz, sən də özününkilərdə. Qarabağ Karvan 4-0, Qarabağ Zirə 3-2, Qarabağ Ajax 3-1, Qarabağ Frankfurt 2-1 və Qarabağ Liverpool 2-1 və təxmin edirəm hamısını Qarabağ udacaq. Bəli, videomuz bu qədər idi. Dostlar, Kanala abunə olun, bir dəqiqə. like atmağı. Baxaq, dostlar, dəqiqə 8-dir və 0-0-dır. Dostlar, onda
Belə bir gözəl video bitir. Videomuz bu qədər idi. Kanala abunə olub like atmayı unutmayın. Yorum yazıb zil tuşuna basmağı da unutmayın. Unutmayın çünki bizim videolarımızdan xəbərdar ola bilərsiniz. Öz kanalımda Faiqin kanalına şeydir. Alta yazacağım açıqlamaya. Sən də mənim üçün yazarsan. Tamam. Və dostlar, abunə olun, like atın, yorum da yazın. Məndə o qədər də yorum yoxdur. Məndə biraz gəlir. Və zil tuşuna da basın ki, bizim videolarımızdan həmişə xəbərdar ola bilərsiniz. Onda dostlar, Hələlik sağ olun. hələlik sağ olun.